Salam. Bugün sizinlə birlikdə müqəddəs kitabın həqiqətən də çox təsirli bir hekayəsinə baş vururuq. Yeşua kitabında təsvir olunan Yordan çayının keçirməsi hadisəsi və onun ətrafındakı dərin mənalar. Əlimizdəki əsas mənbə Lütfün abidələri, Yordan keçidi və Yaddaş adlı mətndən, belə deyək, maraqlı çıxarışlardır. Məqsədimiz nədir? Bu qədim hadisələrin sadəcə tarix olmadığını, əksinə Allahın lütfü, yaddaşın gücü və bu keçidlərin, bəli, sizin üçün bugün nə ifadə etdiyini anlamaqdır. Mənbəmiz bizi dərhal Yeşua 4-cü fəslin 23-24-cü ayələrinə yönəldir. Orada deyilir ki, Rəbb Yordanı qurutmaqla həm öz qüdrətini bütün dünyaya göstərdi, həm də öz xalqının ondan həmişə qorxmasını, yəni dərin hörmət bəsləməsini istədi. Bəli, bu hekayələr həqiqətən də zaman sərhədlərini aşır. Onlar sadəcə keçmişdə baş vermiş, necə deyim, möcüzələr deyil, eyni zamanda bugünümüz və gələcəyimiz üçün dərin rəmzi məna və teoloji dərslər ehtiva edir. Və mənbənin diqqət mərkəzinə qoyduğu əsas gərginlik isə çox maraqlıdır məncə. İnsanın unutmağa olan o təbii meyli ilə Allahın xatırlayın əmri arasındakı mübarizə. Gəlin görək, bu qədim keçidlər və o xatirə daşları bizə yaddaşın və unutqanlığın təbiəti haqqında nə pıçıldayır? Çox maraqlı bir başlanğıc nöqtəsidir həqiqətən. Gəlin elə Yordan keçidinin özündən başlayaq. Yeşua kitabının 3-cü və 4-cü fəsillərində təsvir edilir ki, İsrail xalqı 40 illik səhra səyahətindən sonra nəhayət vəd edilmiş torpağın, yəni astanasındadır. Qarşılarında isə daşqın mövsümündə olan Yordan çayı var. Və burada Allah möcüzəvi şəkildə müdaxilə edir. Kahinlərin ayaqları suya dəyən kimi çayın axını dayanır və xalq quru yerdən keçir. Amma hekayə bununla bitmir, elə deyilmi? Xeyr, heç də bitmir. Əslində, bəlkə də ən yadda qalan hissəsi dediyiniz kimi bundan sonra gəlir. Allah Yeşuyaya əmr edir ki, hər qəbilədən bir nəfər olmaqla 12 kişi çayın ortasından, yəni suların dayandığı yerdən 12 böyük daş götürsün. Sonra bu daşları çayı keçib düşərgə saldıqları ilk yerdə Qilqal adlanan yerdə bir abidə kimi qursunlar. Məqsəd nə idi? Baxın, mənbə bunu çox aydın şəkildə vurğulayır. Bu daşlar adi daşlar deyildi. Onlar canlı bir dərs vəsaiti, gələcək nəsillər üçün konkret bir xatirə olmalıydı. Gələcəkdə uşaqlar soruşanda ki, bu daşların mənası nədir? Valideynlər Allahın necə qüdrətlə İryordanı yardığını və xalqını keçirdiyini danışmalıydılar. Deməli, bu sadəcə keçmişi xatırlamaq deyil, həm də imanı nəsildən nəsilə ötürmək üçün bir vasitə idi. Çox təsirlidir. Bəli, tam olaraq. Və mənbə burada çox incə, amma əhəmiyyətli bir dil fərqinə diqqət çəkir. Yeşua 4:23-də deyilir ki, Allah İordanı sizin, yəni o anda çayı keçən nəslin qarşınızda qurutdu. Amma eyni nəfəsdə Qırmızı dəniz hadisəsi xatırlananda Yeşua deyir ki, Rəbb Qırmızı dənizi bizim, yəni Misirdən çıxışa şahid olan və hələ də sağ qalanların daxil olduğu nəslin qarşımızda qurutmuşdu. Bu, sizin üçün və bizim üçün fərqi göstərir ki, hər nəsil Allahın həm öz həyatlarındakı, həm də keçmiş nəsillərin həyatlarındakı işlərini mənimsəməli və ötürməlidir. Yaddaş burada statik bir şey deyil, dinamik bir prosesdir və bunun əksi unutqanlıq, mənbənin də xəbərdar etdiyi kimi ciddi ruhani təhlükələrə yol aça bilər. Unutqanlığın təhlükəsi, bu həqiqətən də düşündürücüdür. Mənbə bununla bağlı konkret nümunələr verirmi? Yəni, harada görürük bunu? Bəli, verir. Mətn Hakimlər kitabı və Zəbur kimi yerlərə işarə edir. Məsələn, Hakimlər kitabında dəfələrlə görürük ki, İsrail xalqı Allahın onları necə xilas etdiyini unudan kimi dərhal başqa tanrılara üst tutur və nəticədə zülm altına düşürlər. Məsələn, Hakimlər 3:7 və ya 8:34-də bu var. Zəbur 78 isə sanki bir millətin yaddaşının faciəvi hekayəsidir. Allahın möcüzələrini görüb, sonra çox tez bir zamanda unudan və üsyana qalxan bir xalqın təsviri verilir. Zəbur 78:11 buna bir nümunədir. Mənbənin bizə çatdırmaq istədiyi əsas fikir budur. Allahın keçmişdəki lütfünü və qüdrətini unutmaq, bugün ona olan sədaqətimizi zəiflədir və gələcəyə olan ümidimizi sarsıdır.
Buna görə də ruhani yaddaşımızı həm fərdi olaraq, həm də bir icma kimi daim canlı tutmalı, təzələməliyik. Haradan gəldiyimizi və kimə məxsus olduğumuzu unutmamaq həyati əhəmiyyət kəsb edir. Bu xatırlama mövzusu həqiqətən də bütün müqəddəs kitab boyunca bir qırmızı xətt kimi keçir. Əhd-i Cədidə baxanda da bunu aydın görürük. Məsələn, 1 Korintilərə 11-ci fəsildə Həvari Pavel Rəbbin süfrəsi mərasimindən danışarkən İsa'nın sözlərini xatırladır. Bunu məni anmaq üçün edin. Bu çox şuurlu bir xatırlama aktıdır, elə deyilmi? Yaxud Yəhya 14:26-da İsa şagirdlərinə vəd edir ki, müqəddəs ruh gələcək və onun bütün dediklərini onlara xatırladacaq. Deməli, xatırlamaq sadəcə keçmişdə ilişib qalmaq deyil, Allahın işlərini bugün də aktual edən, canlı tutan bir ruhani intizamdır. Çox doğru vurğuladınız və bu məqamda mənbəyimiz 19-cu əsrdə yaşamış xristian dünyasında çox oxunan və təsirli yazarlardan biri olan Ellen White'ın bir fikrini də diqqətə çatdırır. Bu fikir xatırlamanın təkcə keçmişə aid olmadığını, həm də gələcəyə yönəlik olduğunu çox güclü şəkildə ifadə edir. O deyir ki, əgər Allahın bizi keçmişdə hansı yolla apardığını və tariximiz boyunca verdiyi öyüdlərin unutsaydıq, gələcək missiyamıza və qarşılaşa biləcəyimiz çətinliklərə qarşı durmağa həvəsimiz və gücümüz qalmazdı. Onun dəqiq sözləri mənbədə gətirildiyi kimi belədir. Əgər Rəbbin bizi hansı yolla apardığını və keçmiş tariximizdə verdiyi öyüdlərini unutmasaq, gələcəkdən qorxmağa heç bir əsasımız yoxdur. Bu, keçmişə baxaraq gələcəyə ümidlə addımlamaq üçün güclü bir çağırışdır. Həqiqətən də güclü bir perspektivdir. Keçmiş təcrübələrimiz gələcəyimiz üçün bir lövbə rolunu oynaya bilər. Bəli, amma mənbə burada incə bir tarazlığa da işarə edir. Baxın, keçmişi xatırlamaq, Allahın sədaqətini görmək həyati əhəmiyyət daşıyır. Buna şübhə yoxdur. Lakin eyni dərəcədə, bəlkə də daha çox vacib olan Allahın varlığını, sevgisini və rəhbərliyini bugün, indi, hazırki anımızda yaşamaqdır. O yaddaş daşları kimi keçmişdəki möcüzələr və təcrübələr bugünümüzdə Allahın kim olduğunu bizə xatırladan vacib işarələrdir. Amma onlar heç vaxt Allahla olan canlı, dinamik, indiki münasibətimizi əvəz etməməlidir. Keçmişə həddən artıq fokuslanmaq bizi bugün Allahın etmək istədiklərindən, necə deyim, yayındıra bilər. Bu da bizi bir sual qarşısında qoyur. Siz bir fərd olaraq və ya aid olduğunuz icma ilə birlikdə bu ruhani unutqanlığın qarşısını necə ala bilərsiniz? Keçmişdəki təcrübələriniz bugün Allahın sadiqliyini sizə necə xatırladır? Amma eyni zamanda sizi indiki zamanda onunla canlı ünsiyyətdən uzaqlaşdırmır. Bu balansı necə qoruyursunuz? Çox düşündürücü sualdır. Bu hər birimizin üzümüzə verməli olduğu bir sualdır məncə. İndi isə gəlin bu su keçidlərinin özlərinə qırmızı dəniz və Yordana bir qədər də rəmzi baxımdan nəzər salaq. Mənbədə qeyd olunduğu kimi bunlar sadəcə coğrafi maneələrin möcüzəvi şəkildə dəf edilməsi deyil. Onlar həm də müqəddəs kitab hekayəsində böyük dönüş nöqtələrini, yeni dövrlərin başlanğıcını simvolizə edir. Zəbur 66:6-da bu iki hadisə birbaşa əlaqələndirilir. O dənizi quruya döndərdi, xalq çaydan piyada keçdi. Gəlin ona görə sevinək. Bəli, Əhd-i-Təkin özü də bu iki keçidi bir-birinə bağlayır. Zəbur 114 buna gözəl bir nümunədir. Orada İsrailin Misirdən çıxışı təsvir edilir və deyilir. Dəniz bunu görüb qaçdı, Yordan geriyə döndü. Sanki bütün təbiət Allahın xalqı üçün yol açır. Bu keçidlər İsrailin statusundakı fundamental dəyişiklikləri təmsil edir. Qırmızı dəniz keçidi Misirdəki yüzillərlə davam edən köləlikdən qurtuluş və azadlığa çıxış idi. Yordan keçidi isə 40 illik səhra həyatından sonra nəhayət bir millət kimi öz torpaqlarına sahib olmaq, köçəri həyatdan məskunlaşmış bir cəmiyyətə, yəni vətənə qovuşmaq idi. Hər ikisi də böyük transformasiya anlarıdır. Bəs bu transformasiyanın daha fərdi, şəxsi mənası varmı? Yəni tək xalq üçün deyil, hər bir insan üçün. Əlbəttə, mənbə məhz buna işarə edir ki, bu hadisələr təkcə xalqın kollektiv təcrübəsi deyil, həm də fərdi həyatda baş verə biləcək dərin dəyişikliklərin güclü simvoludur. Bu, zülm, çarəsizlik, yoxsulluq və alçaldılma vəziyyətindən çıxıb təhlükəsizliyə, rifaha, mənəvi xilasa və yeni bir kimliyə qovuşmaq deməkdir. Maraqlıdır ki, Yordan çayı sonrakı dövrlərdə də belə mühüm keçid anların məkanı olur. Məsələn, İlyas peyğəmbərin hekayəsini xatırlayaq. O, yer üzündəki xidmətini başa vurub göyə qaldırılmazdan əvvəl
məhz İordan çayını öz əbası ilə vurub ikiyə ayırır və quru yerdən keçir. Bu, onun üçün bu dünyadan ilahi aləmə, fani həyatdan əbədi həyata bir keçid idi. Doğrudan da çox təsirli bir obrazdır. Bəs onun şagirdi Elişa, onun üçün də belə bir məqam oldumu? Oldu, bəli. Elişa üçün də Yordan keçidi bir dönüş nöqtəsi oldu. İlyas göyə qaldırıldıqdan sonra Elişa onun yerə düşən əbasını götürür, Yordana yaxınlaşır və biraz tərəddüd içində soruşur. İlyasın Allahı Rəbb haradadır? Sonra əbayını suya vurur, sular yenə ayrılır və o da keçir. Həmin andan etibarən digər peyğəmbər şagirdləri başa düşürlər ki, İlyasın ruhu artıq Elişanın üzərindədir. O artıq sadəcə bir xidmətçi, bir şagird deyildi. O xalqın yeni peyğəmbəri olmuşdu. Yordanı keçmək onun üçün yeni bir kimliyə və missiyaya qədəm qoymaq idi. Deməli, Yordan çayı sanki bir sərhəd həddi kimidir. Köhnəni geridə qoyub yeniyə addımlamağın simvolu. Bu simbolikanın Əhd-i Cədiddə, xüsusilə İsa Məsihin həyatında davam etməsi də yəqin ki, təsadüfi deyil. Qətiyyən təsadüfi deyil. Mənbə də bunu vurğulayır. İsa Məsihin ictimai xidmətinin başlanğıcı məhz Yardan çayında vəftizçi Yəhya tərəfindən vəftiz olunması ilə qoyulur. Bu hadisə zamanla göylər açılır, müqəddəs ruh göyərçin kimi onun üzərinə enir və atanın səsi eşidilir. Bu, mənim sevimli oğlumdur, ondan məmnunam. Bu, sanki onun missiyasının təsdiqi və başlanğıcı idi Yardanı keçərək, xidmətinin vəd edilmiş torpağına daxil olması kimi. Hətta mənbə İsa'nın həyatının digər məqamları ilə İsrailin tarixi arasında da maraqlı paralellər aparır. Körpə ikən Misrə qaçması və sonra oradan çağırılması, 40 gün səhrada sınaqdan keçməsi. Bütün bunlar sanki İsrailin Qırmızı dəniz keçidi, Misirdən çıxışı və səhra səyahətinin İsa'nın şəxsində yeni bir məna qazanmasıdır. Bu paralellər həqiqətən də heyrətamizdir. İsa'nın həyatı sanki İsrailin bütün tarixini özündə cəmləşdirir və ona yeni, daha dərin bir məna verir. Bəs İbranilərə məktub bu mövzunu necə inkişaf etdirir? Mənbə ona da istinad edirdi deyəsən. Bəli, İbranilərə məktub, xüsusilə 3-cü və 4-cü fəsillər, Yordan keçidinin rəmzi mənasını məsihçi həyatı üçün daha da dərinləşdirir. Mənbənin izah etdiyi kimi, burada Yeşuanın İsraili fiziki Kənan diyarına, yəni vəd edilmiş torpağa daxil etməsi ilə İsa Məsihin imanlıları daha üstün bir dincliyə daxil etməsi müqayisə edilir. Bu artıq coğrafi bir məkan deyil, iman vasitəsilə əldə edilən ruhani bir vəziyyətdir. İbranilər buna Allahın rahatlığı və ya mənbənin tərcüməsində lütf dincliyi deyir. Bu, bizim öz səylərimizlə qazandığımız bir şey deyil, Məsihin bizim üçün gördüyü işə iman etməklə Allahın bizə hədiyyə etdiyi bir daxili sülh, günahın yükündən və qanunun tələblərindən azad olmaqdır. Aydındır. Deməli, Kənan diyarına daxil olmaq fiziki bir hədəfdirsə, bu lütf dinciliyi bugün hər bir imanlının imanla daxil ola biləcəyi ruhani bir reallıqdır. Tamamilə doğrudur. İbranilərə məktub deyir ki, Yeşua İsrailə tam rahatlığı verə bilmədi. Çünki onlar hələ də mübarizə aparmalı oldular və bəziləri imansızlıq üzündən o rahatlığa daxil ola bilmədi. Lakin Allahın vəd etdiyi əsl rahatlıq günü, şənbə rahatlığı hələ də qalır və imanlılar bugün imanla bu rahatlığa daxil olmağa çağırılırlar. Bu kontekstdə həftəlik şənbə günü də yeni bir məna qazanır. O təkcə keçmişdəki yaradılışı və ya Misirdən çıxışı xatırlamaq günü deyil, həm də Məsih vasitəsilə bizə təqdim olunan bu dərin ruhani rahatlığı hər həftə yenidən xatırlamaq, yaşamaq və gələcəkdəki son rahatlığı gözləmək üçün bir fürsətə çevrilir. Bu, aktiv bir xatırlama və yaşama təcrübəsidir. Beləliklə, Yordan keçidi hekayəsi bizi çox dərin sulara apardı. Tarihi hadisədən yaddaşın vacibliyinə, oradan fərdi və kollektiv transformasiya simvolikasına, nəhayət, İsa Məsihdə əldə etdiyimiz o ruhani rahatlığa qədər. Gördük ki, bu sadəcə qədim bir İsrail hekayəsi deyil. Bu, Allahın dəyişməz lütfünün, qüdrətinin və xalqı ilə olan əhdinə sadiqliyinin bir təzahürüdür. Və ən əsası, Allahın keçmişdə etdiyi böyük işləri xatırlamağın və onun bugün də həyatımızda fəal olduğunu dərk etməyin nə qədər həyati əhəmiyyət daşıdığını anladıq. Bəli, bu xatırlama həm bizə güc və ümid verir, həm də üzərimizə bir məsuliyyət qoyur.
unutqanlığa qarşı mübarizə aparmaq məsuliyyəti. Və elə bu nöqtədə mənbəmizdəki yekun bir xəbərdarlığa əsaslanaraq sizin üçün bir düşüncə toxumu buraxmaq istərdik. Yenə Ellen White-dan gətirilən bir sitata görə müasir dövrdə yaşayan imanlıları qədim İsraili gözləyəndən daha böyük və bəlkə də daha məkirli bir təhlükə gözləyir. Bu təhlükə nədir? Allahı unutmaq və fərqli, daha incə, daha maskalanmış bütpərəstlik formalarına meyl etmək. Mənbə hətta qeyd edir ki, zahirən Allaha ibadət edən, hətta şənbəni saxlayan insanlar arasında belə bir çox müasir bütlərə ibadət edilə bilər. Bu çox ciddi bir iddiadır. Bu müasir bütlər sizin həyatınızda nəyə bənzəyə bilər? Düşünək, bəlkə bu maddi nemətlər, karyera hərisliyi, sosial status, hətta özümüzü həsr etdiyimiz, aslında yaxşı görünən, amma şuursuzca Allahı həyatımızın mərkəzindən sıxışdırıb çıxaran məşğulluqlar və ya dəyərlərdir. Digər tərəfdən, bu ruhani unutqanlığa qarşı necə mübarizə apara bilərsiniz? Aktiv xatırlama təcrübələri, məsələn, Rəbbin süfrəsində iştirak etmək, müqəddəs yazıları oxuyarkən Allahın keçmişdəki və indiki işləri üzərində düşünmək, şənbə gününün əsl mənasını dərk edərək onu yaşamaq sizi bu müasir bütlərdən necə qoruya bilər? Bu cür təcrübələr Allahla olan canlı, fərdi əlaqənizi bugün necə gücləndirə bilər? Bu suallar üzərində düşünmək.